Bu həftə qoçlar haqqında deyim. Cəsarətli, idarə edici və güclü. Bu həftə də çox uğurlu gəlir. Həyatınızı gözəl yaşayın və bu həftə nə addım atırsınız, hansı bir yola addım atırsınız, atın. Amma bir şey var ki, ağılla atın. Buğalar haqqında deyim. Səbirli, etibarlı və etibarlılığı sevən bir bürcdür. Bu həftə də etibarlılığı görəcəksiniz. Səbirli olun. Hər şey gözəl olacaq və özünüz aydınlaşdıracaqsınız. Kim etibarlıdır, kim etibarsızdır. Əkizlər haqqında deyim. Çox ünsiyyətçili insanlarsınız. Amma bu həftə biraz əsəbləşib səbirsiz ola bilərsiniz. Səbirli olun, axı siz ünsiyyətçili insanlarsınız. Xərçəklər haqqında deyim. Həssas, qayğıkeş, mehriban. Sadəcə olaraq bu həftə biraz ehtiyatlı olun və sizin sağlığınızdan, sizin xoş ünsiyyətinizdən istifadə edə bilərlər. Ona görə də siyasət işlədin, amma ağıllı siyasət əlbəttə ki. Şirlər həmişə istəyir ki, diqqət mərkəzində olsun və yüksəkdən gedirlər. Axı bu şir bürcləridir və bu həftə biraz diqqətli olun. Siz özünüz ağıllısınız və güclüsünüz. Gücünüzdən də istifadə edin, ağılla hərəkət edin, uduza bilərsiniz. Çalışın, ehtiyatlı olun. Qız bürcləri çox məsuliyyətlidirlər və bu məsuliyyətli olmağınız bu həftə sizi çətinliyə sala bilərlər. Səbirli olun. Çox da özünüzə bu həftə güvənməyin məsuliyyətinizə. Olur ki, bəzən özünə güvənən insanlar uduza bilərlər. Ona görə də ehtiyatlı olun. Tərəzilər ölçüb biçən, axı tərəzi bürcüdür, ədalətlidirlər. Amma bu həftə ədalətsizliklə üzləşə bilərlər və çalışın, yoluna qoyun. Siz axı ədalətlə həll edə bilərsiniz işi. Ümumiyyətlə əqrəblər güclü və sınmayan, qürurludurlar. Amma bu həftə sizi kimlərsə güya ki sındıra bilərlər, toxuna bilərlər sizin qürurunuza. Sadəcə olaraq ötəri görməmizlikdən gəlin. Görməməzlikdən gəlməyiniz sizə uğur qazandıra bilər. Ümumiyyətlə, ox atanlar azad ruhlu və sərbəstçiliyi xoşlayırlar. Onları bu həftə gözəl səyahət gözləyir. Sadəcə olaraq kimlərisə sözünə inanmayın. Bu həftə kimlərsə sizi aldada bilər və aldana bilərsiniz. Az-maz da olsa maddi itkiniz ola bilər. Ehtiyatlı olun. Oğlaqlar ümumiyyətlə məsuliyyətlidirlər və elə bir şeylər ola bilər ki, kimlərsə maddi ziyan da vura bilər, mənəvi ziyan da vura bilər. Sadəcə olaraq beyninizə yerləşdirməyin, ötüb keçəcək. Dolçalar haqqında deyim. Siz çox fərqli insanlarsınız və bu həftədə fərqli bir şeylər gözlənilir sizə. Yaxşı şeylər gözlənilir sizə. Uğur sizi iləndir. Sadəcə olaraq düşünün, amma düşünün, addım atın. Hər şey gözəl olacaq. Özünüz də görəcəksiniz. Hardansa itirdiyiniz nələrisə gözləmədiyiniz anda fərqi olmadan gələcək. Ümumiyyətlə, balıqlar xəyalpərəstdirlər. Amma biraz bu xəyalpərəstliyi dayandırın. Xəyalpərəstlik reallıq deyil. Bu həftə nə qədər xəyal qursanız da boşa çıxacaq. Ona görə də ağıllı olun, ağlınızı işlədin. Keçmişdə nə düşündünüzsə, gələcəyə də o cür gedin. Çünki bu həftə düşündükləriniz heç bir şey real olmayacaq.